Bakıda marşrut avtobusunda maraqlı anlar yaşanır. Avtobus sürücüsü sərnişin olan sevgilisinə evlilik təklifi edib. O, bu təklifi elə iş vaxtı digər sərnişinlərin gözü qarşısında edib. Mən istəyirəm ki, Sınada xanımı hamımızın gözümüzün var. Sınada xanımla yani aile kurmak istəyirəm. Dedim Sınada xanım güzellik olmasa sizden dünya ve ahiretin için bu dünyada hem ahiretin için sözüm olmalarını istəyərdim. Padişah. Hoşbaş olun. Özcan Dənizin oğlu Kuzeyin ad günü olub. Sənətçi evladının doğum gününü yaxınları ilə birlikdə qeyd edib. O, həyat yoldaşı Samar Dadqar və oğlunun yer aldığı fotonu paylaşaraq qəmzənə qurban olun, xoşbəxt ol oğlum sözlərini yazıb. Samar isə Kuzey və Özcanın ad gününə aylar əvvəl hazırlıqlar etdiyini, bütün ideyanın ona aid olduğunu bildirib. Qeyd edək ki, daha əvvəl 2 dəfə ailəli olan Özcan Dəniz, 3-cü həyat yoldaşı Samardan 24 yaş böyükdür. Onun keçmiş həyat yoldaşı Feyzi Aktan'dan Kuzey adlı bir oğlu var.